Salam, canlı yayında Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Marneuli şəhərinin 20 yanvar küçəsində yaşayan məcburi köçkünlər yol infrastrukturunun və kommunikasiyasının yaxşılaşdırılmasını tələb edirlər. Sakinlərin sözlərinə görə zədələnmiş su borusu yol infrastrukturuna zərər vurur və yaşayış binaları üçün təhlükə yaradır. Marneuli Bələdiyyəsinin meri mövzu ilə bağlı Region News-a məlumat verib. Onun sözlərinə görə bu il şəhərdə belə problemlər mərhələli şəkildə tamamilə aradan qaldırılacaq. Küçəmizdə su borusu partladı. Gəldilər, düzəltdilər, amma yenə də partlayıb. Daha başqa istiqamətə axır. Meriyaya müraciət edirik ki, problemimizə diqqət yetirsinlər. Bu narahatçılığı aradan qaldırsınlar. Məktəbə yaxın ərazidə də boru partlayıb. Su axır və uşaqlara hərəkət etməkdə çətinlik yaradır. Marneuli şəhərində daxili yollar hələ də problem şəklindədir. Bunun həll yolu üçün biz 2026-cı ilin büdcəsində 4 milyon 600 min lari vəsait ayırmışıq və hal-hazırda biz Marneulin daxili yolları, daxili küçələrinin proyektləşdirilməyini həyata keçiririk və qeyd etmək istəyirəm ki, daxili yollarla bağlı bu vəsait bir çox problemi ortadan qaldıracaqdır. Paytaxt Tbilisidə fevralın 10-u və 11-də suyun gələcəyi üzrə birinci beynəlxalq forum keçirilir. 2 günlük tədbirdə içməli su sektorunun inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Forumun ilk günündə Gürcüstan hökumətinin bələdiyyə və tənzimləyici orqanlarının, özəl şirkətlərin nümayəndələri və beynəlxalq maliyyə institutlarının mütəxəssisləri iştirak ediblər. Qara və Xəzər dənizi regionunda əsas mərkəz kimi Gürcüstan strateji su ehtiyatlarının idarə olunmasında lider olma potensialına malikdir. Gələcək nəsillərə sağlam, müasir standartlara cavab verən infrastruktur qorumaq üçün möhkəm təməl yaradırıq. Hər bir ev təsərrüfatının günün 24 saatı təhlükəsiz içməli suya çıxışını təmin etmək vəzifəsi minlərlə kilometr uzunluğunda köhnəlmiş boruların dəyişdirilməsini, yeni təmizləyici qurğuların tikintisini və müasir texnologiyaların tətbiqini tələb edir. Bu böyük səy və böyük məsuliyyət tələb edən geniş miqyaslı bir işdir. Gələcək nəsillərə yaxşı saxlanılan ən müasir infrastrukturu buraxmaq üçün möhkəm bir təməl yaradırıq. Həyat nədir? Həyat yaşamaqdır. İqtisadi inkişaf və sosial stabillikdir. Lakin su sektorunda mövcud olan çətinliklər daha da mürəkkəbləşir. Zamanla iqlim dəyişikliyi, hidroloji dövrlərə təsir göstərir və urbanizasiya su ehtiyatlarına görünməmiş təzyiq göstərir. Bütün bunları ədalətli və əhali üçün əlçatan etmək üçün qlobal miqyasda daha az resursumuz var. Məqsədimiz bu çətinliklərin hökumətlər, tənzimləyicilər və beynəlxalq tərəfdaşlarla birlikdə həll edilməsidir. Çünki bir şirkət bu çətinlikləri tək başına həll edə bilməz. Gürcüstan prokurorluğu Giga Avalyani işində təqsirləndirilən şəxsləri dəstə zorakılığı cinayətində də ittiham edir. İstintaqa görə 2025-ci ildə Aleksandr Qabaşvili, Georgi Rikadze və Demetri Çikovani seçdikləri qurbanlara qız adından məktub yazaraq görüşə çağırır, sonra onlara fiziki zorakılıq göstəriblər. Təqsirləndirilən şəxslər zorakılığı telefonları ilə çəkiblər. Hazırda bu şəxslər qəsdən ağır bədən xəsarəti yetirmə və zoraki cinayətlərdə ittiham olunurlar. Bu ittihamlar 9-dan 14 ilədək həbs cəzasını nəzərdə tutur. Hər 3 təqsirləndirilən şəxs həbsdədir. İstintaq digər mümkün iştirakçıları müəyyən etməyə davam edir.
2025-ci ilin sentyabr ayında Aleksandr Eqabaşvili Nia İnnadzedən öyrənir ki, o Giga Avalyani ilə riyaziyyat öyrənməyə başlayıb. Onun sözlərinə görə Avalyani ona çox diqqət yetirirmiş. Aleksandr Eqabaşvili hadisə barədə dostları Georgi Rikadze və Demetri Çikovani ilə əlaqə saxlayaraq onlara danışıb. Bundan sonra onlar qrup halında Giga Avalyaniyə hücum edərək onun sağlamlığına ciddi zərər vurma qərarına gəliblər. 1 oktyabr 2025-ci ildə Aleksandr Eqabaşvili, Georgi Rikadze və Demetri Çikovani tərəfindən hazırlanmış plana əsasən Aleksandr Eqabaşvili və Georgi Rikadze planlarını reallaşdırıblar. Giga Avalyani bir qrup şəxslə birlikdə hücuma məruz qalıb, nəticədə ağır xəsarətlər alıb. Giga Avalyani 24 oktyabr 2025-ci ildə xəstəxanada vəfat edib. Aleksandr Eqabaşvili, Georgi Rikadze, Demetri Çikovani və başqaları qəbul edilməz hesab etdikləri şəxsləri müəyyən etmək və cəzalandırmaq üçün qrup zorakılığı təşkil ediblər. Onlar bu cür şəxsləri sistematik şəkildə seçməyə, onlarla ünsiyyət qurmağa, onları görüşməyə razı salmağa və fiziki olaraq cəzalandırmağa razılaşıblar. Georgi Rikadze, Demetri Çikovani, Aleksandr Eqabaşvili və digər şəxslər müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək qız adı ilə danışaraq, seçilmiş qurbanlara məktub yazaraq, onları əvvəlcədən seçilmiş vaxtda və yerdə görüşməyə razı salaraq yoldan çıxarıblar. Qurbanlarını qrup şəklində fiziki zorakılığa məruz qoyublar ki, bu da qurbanların amansızcasına döyülməsində və şifahi təhqirlərdə özünü göstərib. Baş Cinayət Polisi İdarəsinin əməkdaşları Tbilisi hava limanında Gürcüstana qanunsuz olaraq külli miqdarda narkotik maddə gətirmək, saxlamaq və idxal etmək ittihamı ilə İran vətəndaşını həbs ediblər. Cinayət ömürlük və ya 20 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Nyu-York şəhərində soyuq hava səbəbindən ən az 18 nəfər ölüb. Mer bildirib ki, yanvarın 19-undan fövqəladə vəziyyət elan edildikdən bəri təxminən 1400 nəfər sığınacaqlara yerləşdirilib. Nyu-York şəhərinin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi yaxın günlərdə şiddətli soyuq və qarın şəhər üçün ciddi təhlükəsizlik riskləri yaradacağını bildirib. Bu mənim əlimdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.